Qara paltarlı qadın düz diyor, o şeirin popülerliği mən demişəm də, müharibə ilə bağlı. Nə adam o qara paltarlı qadını mən bədbin şeir saymıram və mən elə biləm ki, hər bir kişinin arzusu elə olur ki, onun o elə bir qadın olsun. Kişilər bir olmur atan balası. Qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstə ağlayası bir qara paltarlı, gözəl qadına ümidi var. Sen öləndə kim olacak gözlerini bağlayan? Qardaş mı olacak, yad mı olacak? Bu dünyada belki sana en çok ağlayan, en çok ağlattığın kadın olacak. Göz yaşları yudukça baş daşını qəbrində qurucalanıp diyeceksen, ilahi, iller boyu ağlattığın bu kadını gören necə saxlayıb bu kadar göz yaşını? Bircə kərə nə saçını oxşamışam, nə gözünü silmişəm, gözlərimə batır indi saçlarının hər dəni. İllər boyu bu qadına mən axı dərd vermişəm, indi görən niyə çəkir dərdimi? Bu qadın baş daşımı öpüb sığallamaqdansa, yumruğuyla döysə yaxşıdır, qəbrimin üstündə ağlamaqdansa, məni söysə yaxşıdır. Yeri qara paltarlı qadın, kiri qara paltarlı qadın, bu qəbirdə min qəbirdən biridir, başdaşımı bəsdi bastın bağrına, bütün mən ağlayanlar kiridir, sən də kiri, qəbrim damır, ağlama.